Psoz yalnız menstruasiya pozğunluğu ilə özünü göstərir? Xeyr, bu ilk növbədə təbii ki, menstrual siklin pozğunluğu ilə, sonra qız uşaqlarında tüklənmə, sızanaqların əmələ gəlməsi, xüsusən bədənin kürək nahiyəsində tüklərin müşahidə olunması, alın nahiyəsində və bədənin yenə kürək nahiyəsində sızanaqların müşahidə olunması, eyni zamanda təbii ki, menstrual siklin pozğunluğu ilə də müşahidə olunur. Psoz olan qadınlar hamilə qala bilməz? Polikistik yumurtalıq pozğunluğu müalicə olunmayan xəstəlik deyil. Bu müalicəyə tabe olan bir xəstəlikdir. Təbii ki, müalicə olunduğu təqdirdə normal şəkildə hamilə qalıb və normal sağlam bir uşaq dünyaya gətirə bilərlər. Arıqlamaq psozu yaxşılaşdırırmı? Əlbəttə ki, yaxşılaşdırır. Hətta bir neçə kiloqram arıqlayan xəstələrdə normal menstrual sikl müşahidə olunur. Sadə qidalanma ilə psozu idarə etmək mümkündür? Bəli, mümkündür. Xüsusən ki, karbohidratsız, yağsız qidalarla qidalanan zaman, bir sözlə sağlam qidalanan insanlarda bu müşahidə oluna bilər.